Yeniden Kusar Rayonunun Leze kəntindeyiz. En nazlı, yani Leze çayındayız. Hatırlıyorsa 2025. yıl sentyabr ayının 20'sinden başlayarak Leze çaya nüfustan gelmiştiler. Kent iki yere bölünmüştü. Artık diğerdeki kendisi güçle aradan kaldırılıp hammasınınla bağlı artık devlet organlarının xüsusi planı var. Əldə etdiyimiz məlumata görə, rəsmi qurumlardan əldə etdiyimiz məlumata görə Leze çayda həmçinin istiqamətdə qoruyucu bəndi imkansız nəzərdə tutulur. Sentyabrın 22-sindən 25-nədək Qusarın Ləzə kəndində palçıq seli yaşandı. Güclü palçıq seli nəticəsində kənd ərazisi 2 hissəyə bölündü və təxminən 10 ev sel təhlükəsi ilə üzləşdi. Təhlükəsizlik məqsədi ilə 3 ev boşaldıldı və sakinlər qonşu evlərə köçürüldü. Vaxtında görülən tədbirlər faciənin qarşısını ala bildi. Bizim medianın çəkiliş qrupu palçıq selinin fəsadlarının aradan qaldırılması ilə bağlı aparılan işlərdən sonra yenidən ərazidə olub. Ləzəkən sakinləri həmin günlərdə keçirdikləri hissləri bizlə bölüşüblər. Ləzə kəndinə gələn güclü sel nəticəsində çox biz qorxulu, heyecanlı anlar yaşadıq. Bize rayon rəhbərliyi başta Sahil müəllim başta olmaqla bütün rayon rəhbərliyi bizim yanımızda oldu. Deməli 24-dən 25-nə keçən gecə çox vahiməli bir gecə idi. O vaxt səhərə kimi bizimlə bir yerdə oldu cənab Sahil müəllim, bütün rayon rəhbərliyi, bütün mühafizə orqanları bizim yanımızda oldu. Bize elə bil ki bir qüvvət verdi ki, biz de heç nə qorxmayaq. Destek oldular. 93. ildə bir sel gelmişti sentyabr ayında. Bu sel geldi ki sentyabr 24'ünde. 24'ün eyni vaxtında 32 ildən sonra yeni sel geldi. Hele o sel bu sel bir de müqayisə edəndə eyni şeydi. İndi yenə də oradan gelme ihtimali var. Tehlike karşısına almak için texnikada o çay qırağında zadlar dayanıb dejur diye axıran çekilir. Qusar rayon İcra Hakimiyyətinin Tikinti və Memarlıq şöbəsinin müdürü Şah Abbas Sarıxanov isə qurumun palçıq selinin fəsadlarının aradan qaldırılması istiqamətində gördüyü işlərdən danışıb. Bildirib ki, təbii fəlakətin ilk günündən icra başçısı Sahir Məmmədxanovun göstərişi ilə selin qarşısını almaq üçün kompleks tədbirlər görülüb. Çayın məcrası dərinləşdirilmişdir. Kənddə olan fərdi yaşayış evlərinə fəsadların baş verməsinin qabağı alınmışdır. Rayon İcra Hakimlik tərəfindən mövcud vəziyyətlə əlaqədar Nazirlər Kabinetinə müraciət olunmuş. Nazirlər Kabineti qarşısında deməli çayın iki tərəfində bəndlərin tikilməsi, kəndi iki yerə bölən çayın üzərində iki yerdə, biri bizim dayandığımız yerdə, biri də aşağı hissədə körpünün tikintisi biz nəzərdə tutmuşuq. Və bu barədə Nazirlər Kabinetinə, İqtisadiyyat Nazirliyinə də müraciət etmişik. Bizim müraciətlərimizlə əlaqədar su ehtiyatları Dövlət Agentliyinin mütəxəssisləri də gəlib yerində baxış keçiriblər. Bəndlərin tikintisi ilə əlaqədar onlar da öz fikirlərini deyiblər. İcra Hakimiyyəti həmçinin gələcəkdə oxşar fəlakətlərin qarşısını almaq üçün tədbirlər planlaşdırır. Ləzə çayda 2 yeni körpü tikiləcək. Evlərə yaxın isə 1,5 kilometrlik qoruyucu bənd inşa olunacaq. Aytəkin Alxaslı Sadiq Məmmədov, bizim media Şimal bürosu.